Necə də xoşbəxtsən. Dəli bir şey deyim. Dostlar, bura köhnə Pitomnik restoran ərazisində yerləşən Respit Smokerdir. Öz dediklərinə görə palıd və meyvə ağacı ilə belə cürbəcür ətləri smok eləyirlər. Həyat var, özünlə hər şey gətirirsən, heç nə vermirlər də. Oturub burada yeyə bilərsən. Ən bəyəndiyimiz, düşünürəm ki, burada da elə ən çox bu satılır və ən populyar yemək budur. Ördək ətidir, ideal bişib, belə soçludur. Üstünün dərisi xırsıltılı, yağı da ki bir tərəfdə. Hal-hazırda orada tikinti prosesi gedir, oturmağa yerləri olacaq. Amma məncə belə oturmağın ləzzəti başqadır. Bu da quzu boynudur. Onu da smok eləyiblər. Sizə deyim ki, quzu pis deyil, amma biz necə? Ördəkdəki qədər hissin dadı yoxdur. Quzunun spesifik dadı, yəni boyun üçün yox, amma utka üçün mütləq gəlin. Amma belə bu da pis deyil, gedir.